Hər kəsə salam. Mən bugün imtahana az müddət qalmış, keçən ilki ikinci cəhd imtahan sualları əsasında qrammatikanı təkrar etmək istəyirəm. Birinci sualdan başlayaq. Euler Venn diaqramına əsasən yanlış fikirləri müəyyən edin. Kinoşünaslıq və musiqişünaslıq sözləri verilib bizə. Kino sahəsində çalışan mütəxəssis deməkdir. Xeyr, bu yanlışdır. Çünki hər ikisi, yəni həm kinoşünaslıq sözü, həm musiqişünaslıq, yəni peşə ilə bağlı olan bir sahədir. Ona görə də yəni bir yanlışdır, biri götürəcəyik. O cəhətdən B və Y olmayacaq. 2-yə baxaq. Tərkibində uzun tərəf zonundan sait yoxdur. Bəli, kinoşünaslıq sözündə heç bir uzanma yoxdur. Ancaq musiqişünaslıq sözündə uzanma var. Yəni musiqişünaslıq. Yəni ona görə də 2-ni ortaya verməyə ehtiyac yoxdur. 2 doğrudur. 3-ə baxaq. Tərkibindəki bütün şəkilçilər ahəng qanununa uyğun olaraq dəyişə bilir. Ümumiyyətlə, ahəng qanununa görə dəyişən şəkilçilər hansı şəkilçilərdir? Yəni, bunlar 2 və 4 cür yazılan şəkilçilərdir ki, ahəng qanuna tabi olur. Ancaq bir cür yazılanlar ahəng qanuna tabi olmur. Və mən baxıram ki, burada kinoşünaslıq sözündə və musiqişünaslıqda şünas şəkilçisi işlənir. Yəni, bunlar bir cür yazılan şəkilçilərdir. Bunlar da ahəng qanuna tabi olmayan şəkilçilərdir. O cəhətdən 3 də yanlışdır. Yəni, cavabımızda 1-3 olacaq. C-ni çıxardaq. 4-ə baxaq. Tələffüzündə 2 fərqli məqam var. Kinoşünaslıq sözündə deməli lıq, dıq kimi tələffüz olunur. Yəni kinoşünaslıq l d-yə keçir, q da x-ya keçir. Musiqişünaslıqda da eyni ilə və bəli bu doğru fikirdir. Musiqişünaslıqda uzanma var, uzanma da fərq kimi sayılmır. Ona görə də 1 deməli 3, 5-ə baxaq. Tərkibində bütün qapalı saytlar işlənmişdir. Bəli, ı, i, u, ü, bəli, hamısı işlənib, amma kinoşünaslıq yəni hamısı işlənməyib, ona görə də 5-i yəni doğru yazıblar. 6-ya baxaq, incəsənət sahəsinə aid olan sözdür. Deməli, bu da yanlışdır, çünki ortaya getməlidir. Bu cəhətdən cavabımız olacaq 1, 3, 6, yəni A variantı. İkinci suala baxaq, nümunələrlə bağlı uyğunsuzluğu müəyyən edin. Bağların arası ilə uzanan bir yolla gedirdim. Köməkçi nüqsələrindən yalnız qoşma və ədat işlənmişdir. Deməli, bağların arası ilə uzanan, bəli, burada ilə qoşma var. Uzanan bir yol, bir də burada olacaq qüvvətləndirici ədat, yəni A doğrudur. B-yə baxaq. Ölümdən qorxmayan siz ey oğullar, ruhlar bu torpağı qoruyacaqdır. Feillər eyni qrammatik məna növündə müxtəlif şəkillərdədir. Deməli, burada bizim feillərimiz biri qorxmuyundur, biri də qoruyacaqdır. Qorxmayın və qoruyacaqdır. Hər ikisi məlum növdədir, çünki heç bir növ şəkilçisi burada işlənməyib. Və şəkil olaraq da bəli, müxtəlif şəkillərdədir, çünki qorxmayın əmr şəklindədir, qoruyacaqdır da zaman şəkilçisi qəbul etdiyinə görə xəbər şəkli olacaq. Yəni, B də doğru fikirdir. C-yə baxaq. Kiçik oğrulardır hədəfin sənin, böyük oğrulardan xəbərsizmisən? İsmi xəbərlərin ifadə vasitəsi nitq hissəsidir. Baxaq, birinci sətrimizdə bizim xəbərimiz hansıdır? Yəni, görürük ki, cümlə inversiyaya uğrayıb, ona görə də bunu normal şəkildə salmaq lazımdır. Sənin hədəfin kiçik oğrulardır. Nədir oğrulardır? Deməli, bizim xəbərimiz budur. İkinci cümlədə isə böyük oğrulardan xəbərsizmisən? Necəsən, xəbərsizmisən? Bu da bizim xəbərimiz. Bəli, doğru fikirdir. Hər ikisi nitq hissəsindən ifadə olunub. Birinci cümlədə, birinci sətirdə oğrulardır isimdir. İkincidə isə xəbərsizmisən sifətlə ifadə olunub. Bəli, yəni bunlar hər ikisi sadə ismi xəbərlərdir. D-yə baxaq. Bizim evin böyründəki düzdə çoxlu at otlayırdı. Əsas nitqçilərindən yalnız say işlənməyib. Baxaq, sıra ilə getsək, bizim əvəzlikdir, ev isimdir, böyründəki sifətdir, düz isimdir. Düzü bəziləriniz yəni zərf kimi düşünə bilərsiniz ki, düzdə haradır, ancaq bu zərf deyil, bu isimdir. Çünki düz konkret məkan bildirdiyinə görə biz bunu isim götürürük. Çoxlu saydır, at isimdir, otlayır da feildir. Deməli, burada bizdə həm say var burada, yeri gəlmişkən o cəhətdən bu variant artıq yanlışdır. Burada işlənməyən nitq hissəsi zərf oldu. Ona görə də bizim yanlış fikrimiz olacaq D variantı. Y-yə də baxaq. İş apar, baş gedərsə qoy getsin, ad qalır, bəs deyilmi millətlə? Baxaq, 3 ədat işlənmişdir. İş apar, baş qoy var burada, bir ədatımız buradadır. Ad qalır, bəs ikinci ədatımız buradadır. Bir də deyilmi, məmumi sual ədatımız var və salam. Yəni, Y-də doğru fikirdir. Cavabımız olacaq D variantı. Üçüncü sual. Uyğunluğu müəyyən edin. Yalnız fonetik norma pozulan cümlə, yalnız leksik norma pozulan cümlə və yalnız qrammatik norma pozulan cümlə. Nə özü oynamır, nə də Kənana icazə vermirdim. Nə də inkar bağlayıcısı olan yerdə xəbər mütləq təsdiqdə olmalıdır. Bu cəhətdən qrammatik norma pozulub burada, yəni 3-ə A gedəcək. O cəhətdən variantlara baxsaq əgər A və C gedir,
D də gedir. Görürsünüz ki, bir variant tapmaqla artıq 3 variantı çıxarda bildim. Çalışın imtahanda da vaxt qazanmaq üçün bu yolla gedəsiz. Doğrudan da dünya xeyir və şər üzərində qurulub. Deməli, buradan doğrudan da sözü yanlış yazılıb, doğrudan da yazılmalıydı. Baxıram ki, başqa bir səhv də yoxdur. Ona görə də B gedəcək 1-ə. Yəni, burada artıq səhv yazıldığına görə fonetik normanın pozulmasıdır. 1-ə B gedəcək. Bu cəhətdən baxanda artıq Y variantı getmiş olur. Yəni, cavabımız qalır elə B variantı. Biz davam edək. Heyvan motivlərindən ibarət ornamentlərin əks olunduğu bir çox xalça hərraca çıxarıldı. Deməli, burada ornament sözü yanlış yazılıb, ornament yazılmalıydı. Yəni, fonetik norma var. Bir də burada xalça hərraca çıxarıldı hissəsi səhvdir. Yəni, xalça hərraca çıxarıldı düzgün deyil. Yəni, burada leksik norma pozulub. Olmalıydı ki, xalça satışa çıxarıldı. Yəni, ona görə də C-də 2 norma pozulub. Yəni, həm fonetik, həm leksik. O cəhətdən C heç birinə getməyəcək. D-yə baxaq. Şəhəri layihələşdirmək təklifi onun üçün gözlənilməz oldu. Deməli, burada layihə sözü yanlış yazılıb. Layihələşdirmək, yəni Y birinci olmalıydı. Ona görə də D gedir artıq 1-ə. Deməli, 1-ə B, D, 3-ə A. İndi Y-yə baxaq. Xalqın seçmə oğulları torpaqlarımız uğruna vəfat etdilər. Əvvəla buradan xalqın seçmə oğulları, yəni ifadəsi düzgün deyil. Yəni xalqın sayılıb seçilən oğullar ola bilər. Yəni burada seçmə oğulları düzgün deyil. Yəni leksik norma pozulub. Bir də burada vəfat etdilər yanlışdır. Çünki müharibədə yəni ölənə vəfat etdi demək düzgün deyil. Yəni şəhid oldu, həlak oldu demək düzgündür. Ona görə də yəni hər ikisi də yəni bunların leksik norma pozuntusu gedir. Ona görə də Y də gedəcək artıq 2. Yəni cavabımız olacaq burada bizim B variantı. 4-cü suala baxaq. Hansı cümlədə təsriflənməyən feillərin hər birinə aid nümunə var? Əmsi gələndən bəri, deməli burada baxanda elə gördüm, burada gəl əndən bəri. Yəni burada bəzi uşaqlar bunu feili bağlama kimi götürür. Ancaq feili bağlamanın şəkli isə anda əndədir. Bu isə görürsünüz ki, əndəndir. Yəni burada ən feili sifətin şəkilçisidir, dan da burada çıxışlığa şəkilçisidir. Yəni feil sifətimiz var. Gələndən bəri bir an sakit dayanmayan, bu da feili sifətdir. Sevda süfrəni hazırlamaq məstər var. Üçün o bir otağa keçdi. Yəni mən baxıram ki, burada feili bağlama yoxdur. Ona görə də A deyil. Qaydanda var burada feili bağlama. Qaydanda açılacaq yeni şirkətin, açılacaq yeni şirkət. Görürsünüz ki, burada bir feil sifətimiz də var. Yeni şirkətin elanını gördüm, lakin müraciət etmək, bəli, burada da məstər var. Yəni cavabımız olacaq B variantı. Digər variantlara da baxaq. Keçmişi unudanlar var, burada feil sifətimiz var. Gələcəyini görmək üçün əbəs yerə səy edilir. Burada heç bir şey yoxdur. Burada gələcək sözündən bağlı bir şey deyim ki, yəni buradakı bu gələcək feili sifət gələcəyi deyil. Yəni bu insanın gələcəyi, yəni isim kimi olan gələcəkdir. Yəni ki, yanlışdır. C-ni də çıxardıram. D-yə baxaq. Gülzar yoxladığı, bəli, burada bir feil sifətimiz var. Yoxladığı dəftərləri şkafa yerləşdirib, feili bağlama var. Yəni yerləşdirərək. Onu gözləyən ikinci bir feil sifətimiz var. Rəfiqəsinin tərəfində başqa bir şey yoxdur. Yəni burada məstər yoxdur. Y-yə baxaq. Corab toxuyan nənə yorulub yumağı kənara qoydu. Corab toxuyan bir feil sifətimiz var burada. Yorulub, yorularaq feili bağlama var burada. Və salam məstəri yoxdur. Buradakı yumaq artıq yəni məstər deyil, bu yumaq isimdir. Yəni iplərin topa formasına deyirlər. Növbəti sual. Klasteri tamamlayan fikirləri müəyyən edin. Maraqlısı bu idi ki, o həmin sözləri nə zaman və niyə demişdim. Deməli, burada baxıram ki, maraqlısı bu idi ki, yəni variantlara da baxanda görürəm ki, burada yəni mürəkkəb cümlə ilə bağlı bir sualdır və görürəm ki, artıq bu tabeli mürəkkəb cümlədir. Ki var burada. Deməli, burada bizim yəni verilmiş cümlədə bizdən birinci tərəf olacaq baş cümlə, ikinci tərəfdə olacaq budaq cümlə. İndi baxaq. Yazılıb ki, birincidən və bağlayıcısı cümlənin həmcins üzvlərini bir-birinə bağlayan vasitə kimi iştirak etmişdir. Bəli, bu doğru fikirdir. Baxmayaraq ki, cümlə mürəkkəb cümlədir, ancaq mürəkkəb cümlənin ikinci komponentində həmcins üzvləri var. Yəni, həmin sözlərin nə zaman və niyə. Görürsünüz ki, burada və bağlayıcısı nə zaman və niyə zərfliklərini bağlayıb. Ona görə də biri götürəcəyik. Bir doğru fikirdir. İkinciyə baxaq. Və bağlayıcı cümlələri bir-birinə bağlayan vasitə kimi iştirak etmişdir. Xeyr, görürsünüz ki, burada yəni cümləni bir-birinə bağlayan burada və deyil. Ki burada cümlələri bir-birinə bağlayıb və sadəcə olaraq həmcins üzvlərin arasında işlənib. Ona görə də bir doğrudur, ancaq 2 yanlışdır. O cəhətdən bizdən yəni uyğun fikir istədiyinə görə D gedir, Y gedir. Bəli. 3-ə baxaq. Bilirsən ki, çox yorulmuşam dedi və sustum. Burada görürəm ki, yəni birinci, yəni bizə verilmiş nümunədəki cümləyə uyğun olaraq bir cümlə verib burada. Yəni ki, birinci cümləmizdə bizim, yəni verilmiş əsas cümləmizdə baş birinci gəlib, budaq ikinci gəlib. Bəli, burada da elədir ki, görürəm ki, bilirsən ki olduğuna görə burada da baş birincidir, budaq ikincidir. Yəni bəli, birinci cümlənin sxeminə uyğundur. Ona görə də 3 doğrudur, 3-ü götürəcəyik.
4-ə baxaq. Ədalət və Fəridə. İmtahanda yüksək nəticə əldə edəcəyinizə əminəm. Baxıram ki, bu artıq həmin verilmiş cümləyə uyğun cümlə deyil. Ona görə də 4-ü götürməyəcəyik. 5-ə baxaq. Kamilin gözləri qaraldı və o yerə yıxıldı. Baxıram ki, bu cümlə bizim, yəni klasterin birinci qolunda verilən cümləyə uyğun deyil. Çünki bu cümlə tabeli mürəkkəb cümlədir. Ancaq bu cümlə Kamilin gözləri qaraldı olan. Bu isə tabisiz mürəkkəb cümlədir. Ona görə bunu götürmürəm. Çünki biz dediyim kimi, yəni birinci budağında nə verilibsə ona uyğun olaraq biz tamamlamalıyıq. Eyvana barmaqların ucunda qalxardı ki, bəli, atasını və nənəsini oyatmasın. Bəli, bu artıq verilmiş cümləyə uyğun cümlədir. Başın birinci gəldiyi, budağın ikinci gəldiyi cümlədir. Yəni bizim cavabımız olacaq 1, 3, 6, yəni B variantı. Çalışın, yəni klasterdə mütləq o həmin hissədə, yəni yuxarıda nə yazılıbsa ona uyğun olaraq davam etdirin. Yəni əgər səhv verilibsə səhv fikirlə davam etdirəcəksiniz, düz verilibsə düzgün fikirlə davam etdirəcəksiniz. Növbəti sual. Verilmiş cümlə əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Düzü hamımız bilirik ki, vicdanlı insan cəmiyyətin xeyrini öz mənfəətindən həmişə üstün tutmalıdır. Doğrudur. Əvəzliyin iki müxtəlif məna növünə aid nümunə işlənmişdir. Deməli, bu cümlədə bizim bir əvəzliyimiz hamımızdır. İkinci bir əvəzliyimiz isə öz əvəzliyidir. Bəli, doğru fikirdir. Hamımız qeyri-müəyyəndir, öz isə təyin əvəzliyidir. Ona görə də biri götürəcəyik. Biri götürəcəksə B gedir, Y gedir. İkinciyə baxaq. Keyfiyyət bildirən sözlər sifətdən yaranmışdır. Keyfiyyət bildirən söz deyəndə, yəni sifətləri nəzərdə tutur. Çünki sifət əşyanın əlamətini və yaxud da keyfiyyətini bildirir. Yəni biz burada sifətə baxmalıyıq. Sifətimiz burada vicdanlı sözüdür. İkinci bir sifətimiz də yoxdur. Burada görmürəm. Amma iki yanlış fikirdir. Çünki vicdanlı sözü vicdan ismindən yaranıb. Yəni sifətdən yaranmayıb. Ona görə də iki yanlışdır. O cəhətdən D də gedir. 3-ə baxaq. Feillər müxtəlif şəkillərdə, isimlər isə müxtəlif hallardadır. Bizim bir feilimiz bilirik ki, feilidir ki, bu xəbər şəklidir. Çünki zaman şəkilsi var. İkinci feilimiz isə tutmalıdır. Bu da vacib şəklidir. Bəli, feillərimiz hər ikisi fərqli şəkillərdədir. İsimlərə də baxanda insan, bir də cəmiyyətin və xeyrini, bir də mənfəətindən var. Baxıram ki, insan adlıq haldadır, bəli, cəmiyyətin xeyri, cəmiyyətin yiyəlik halda, xeyrini təsirik halda, mənfəətindən də çıxışlı haldadır, bəli, 3 doğru fikirdir. Deməli, 1, 3, sonra yanlışda artıq yanlış fikirlər seçməliyik. Zaman zərfi şəxsə və kəmiyyətə görə dəyişə bilən feilə aiddir. Şəxsə və kəmiyyətə görə dəyişən o deməkdir ki, yəni təsriflənən feillərə, yəni şəkillərə aiddir. Burada bizim zərfimiz həmişədir. Həmişə zərfi burada həmişə üstün tutmalıdır. Bəli, yəni vacib şəklinə aiddir. Bu doğru fikirdir. Yəni vacib şəkli feilin təsvirlənən formasıdır. Yəni şəxsi kəmiyyətə görə dəyişə bilən forması adlanır. 4 doğru fikirdir. Ancaq bunu götürməyəcək, çünki bizdə yanlışda yanlışı seçməliyik. Leksik mənası olmayan sözlər eyni köməkçi nitq hissəsinə aiddir. Burada bizim eyni köməkçi hissələrimiz varmı? Düzü modal sözdür, 2-də bağlayıcıdır. Artıq bəli, 5 yanlış fikirdir. Yanlışı yazıldığına görə də götürəcəyik. Yəni cavabımız olacaq 1, 3, 5 A variantı. 7-ci sual. Zehin sözünə əsasən cədvəldəki düzgün fikirləri müəyyən edin. Təsirik halda olan isimdirsə və adlıq halda olan isimdirsə. Ümumiyyətlə, zehin sözü isim bölməsində olan, o dərslə bağlı olan sualdır bu. Yəni, zehin sözü alınma söz olduğuna görə ona saitlə başlayan istənilən növ şəkilçə artırdıqda kökdəki i saiti düşəcək. Yəni, təsirik hal kimi düşündükdə, yəni zehni gücləndirmək lazımdır. Məsələn, belə bir şey dedikdə artıq burada i düşəcək. Eyni zamanda adlıq halda olan isim də dedikdə, yəni təkcə zehin sözü özü də adlıq halda işlənə bilər. Bir də zehin sözünə mənsubiyyət də artırıb adlıq hal kimi istifadə etmək olar. Yəni, tutaq ki, deyirəm ki, onun zehni çox yorulub və yaxud da onun zehni çox güclüdür, belə deyə bilərəm. Yəni, burada da artıq i düşəcək. İndi baxaq. Birincidə deyir ki, ikinci hecasındakı sait düşmür. Bu yanlış fikirdir, düşəcək. Yəni, dediyim kimi, bir yanlışdırsa A, B gedir. 2-yə baxaq. 2 hecalıdır, bəli, burası doğrudur. Çünki təsirik hal artırdıqda i-nin biri düşür. Təsiriyin öz i-si gəlir deyə artıq bərabərləşir. Burası doğrudur. Cümlədə xəbərin ifadə vasitəsi ola bilməz. Bəli, bu da doğrudur. Çünki təsirik hal cümlədə heç bir zaman xəbər ola bilməz. Ona görə də 2-ni götürəcəyik. Deməli, D də gedir. İndi adlı halda olan isimdirsə hissəsinə baxaq. Mübtədanın ifadə vasitəsi kimi çıxış edə bilər. Əlbəttə ki, çıxış edə bilər. İstəyir mənsubiyyə şəkilsi qəbul edib adlı hal olsun. Yenə də mübtəda ola bilər. İstəyir mənsubiyyətsiz, zehin sözünün elə özü olsun. Yenə mübtəda ola bilər. Ona görə də 3 doğrudur.
4-ə baxaq. Yəlik halda olan isimdən ayrı işlənə bilməz. Xeyr, bu yanlış fikirdir. Əgər mənsubiyyət qəbul edibsə, ola bilər indi yəlik işlənə bilər, işləməyə də bilər. Yəni mənsubiyyətsiz də, yəni sırf özü də təkcə bayaqdan nümunə göstərdim ki, yəni zehin tutaq ki, insan üçün ən önəmli ünsürlərdən biridir. Məsələn, burada görürsünüz ki, yəni yəlik halı yoxdur və rahat işlənə bilib. Ona görə də 4 yanlış fikirdir. Cavabımız olacaq 2, 3, yəni Y variantı. 8-ci sual. Bütün cümlə üzvlərinin iştirakı ilə yaranan cümləni müəyyən edin. Yəni 5 cümlə üzvümüz var, 5-i də burada işlənsin deyir. Yolu kəsən daş kəsəkləri yük maşınına yığıb kəndin kənarındakı dəriyə aparırdılar. Nə edirdilər? Aparırdılar. Kim? Baxıram ki, artıq kim yoxdur. Yəni onlar yoxdur burada. Elə heç uzatmadan elə görürəm ki, bu variant deyil, çünki mübtəda yoxdur burada. Tural ovçunun tələsindəki yaralı ceyranı buraxdı. Nə etdi? Buraxdı xəbər. Kim? Tural. Tural nəyi buraxdı? Ceyranı, bu olsun tamamlıq. Hansı ceyranı? Yaralı ceyranı. Səhv çəkdim mən, bəli, təyin. Hansı yaralı ovçunun tələsindəki? İkisi də təyin olacaq. Yəni burada bizim zəfliyimiz yoxdur. Rənanın cavabı şöbə müdürünü qətiyyən narahat etmirdi. Nə etmirdi? Narahat etmirdi. Xəbər nə? Rənanın cavabı mübtəda. Kimi? Şöbə müdürünü. Necə narahat etmirdi? Qətiyyən narahat etmirdi. Bu da olsun zərflik. Yəni burada bizim təyinimiz yoxdur. D-yə baxaq. İclasda səsləndirilən təkliflər sex rəisini xeyli təəccübləndirdi. Nə etdi? Təəccübləndirdi. Nə? Təkliflər mübtəda. Hansı təkliflər? İclasda səsləndirilən təyin. Nə qədər təəccübləndirdi? Xeyli. Zərfli. Kimi? Sex rəisini. Deməli, burada bizim artıq mübtədamız var, təyinimiz var, xəbər, tamamlıq hamısı var burada. Ona görə də cavabımız olacaq burada D variantı. Y-yə də baxsaq, Qəzənfər dayı işi başa çatdırmaq üçün səylə çalışırdı. Nə edirdi? Çalışırdı xəbər. Kim? Qəzənfər dayı. Necə çalışırdı? Səylə. Zərflik. Nə üçün? İşi başa çatdırmaq üçün. Bu da olsun bizim məqsəd zərfliyimiz. Yəni burada təyin yoxdur, tamamlıq yoxdur. Ona görə də cavabımız olacaq D variantı. 9-cu sual. Müqayisə cədvəlinin tələblərinə əsasən düzgün fikirləri müəyyən edin. Kinostudiyada ssenaristlə aktyorlar yorğun-yorğun rejissora baxırdılar. Verilib ki, mürəkkəb sözlər fərqli diksiyələrinə aiddir. Burada bizim mürəkkəb sözümüzün biri budur, kinostudiya, bu da isimdir. İkincisi isə yorğun-yorğun, bu da olsun zərf. İkinci tərəfə baxaq, çünki bir əgər doğrudursa, yəni ortaya getməli idi ona görə. O əlinin nəcib hərəkətini bəyənirdi, amma bu kiçik uşağın vəziyyətində düşünürdü. Xeyr, burada mürəkkəb sözü yoxdur, ona görə də yəni bir doğru fikirdir, biri götürəcək, o cəhətdən A və Y gedir. 2-yə baxaq, cümlə quruluşca sadədir. Baxdım ki, bəli, bu cümlədə nə edirdilər? Baxırdılar kim? Ssenaristin aktyorlar, yəni iki həmcins mübtədam var mənim, yəni bir xəbərə aiddir, ona görə cümləmiz sadə cümlədir. Digər cümləmizə də baxsaq, o əlinin nəcib hərəkətini bəyənirdi kim? O. Amma bu kiçik uşağın vəziyyətində düşünürdü kim? O. Yəni burada iki xəbərimiz bir mübtədəyə aiddir. Yəni 2 yanlışdır, 2 ortaya getməli idi. Ona görə B-də gedir, C-də gedir. Cavabımız artıq qalır bizim D variantı. Davam edək. Amonimliyə malik köməkçi diksiyası işlənmişdir. O əlinin, burada ümumiyyətlə köməkçi diksiyamız ammadır. Ammanın amonimliyi yoxdur. Ancağın var, ancaq ammanın yoxdur. Amma bir kiçik uşağın vəziyyətini də bu kiçik uşağın vəziyyətində düşünürdü. Bəli, burada D var. D amonimliyi olan köməkçi diksiyasıdır ki, həm ədat olur, həm bağlayıcı olur. 3 doğrudur, lakin digər tərəfə də baxaq. Kinostudiyada ssenarist ilə aktyorlar. Bəli, burada artıq ssenarist ilə var burada. Yəni ilə həm qoşma olur, həm bağlayıcı olur. Ona görə də 3 yanlışdır, çünki ortaya getməli idi. 4-ə baxaq. Sifəti əvəz edən əvəzlik mənsubiyyətə görə dəyişə bilir. Deməli, burada əvəzliyimiz bizim hansıdır? O əvəzliyi var, ancaq burada sifəti əvəz etməyib o. Kim? Yəni, çünki sualı kim veririk? Əlinin nəcib hərəkətini bəyənirdi, amma bir kiçik uşağın vəziyyətini də bu kiçik uşağın vəziyyətində düşünürdü. Burada ikinci bir əvəzliyimiz yoxdur. Yəni, 4 yanlış fikirdir. 5-ə baxaq. Cümlədə söz birləşməsi ilə ifadə olunan baş üzv yoxdur. Birinci cümləmizdə bizim xəbərimiz hansı oldu? Nə edirdilər? Baxırdılar. Yəni, sözlə ifadə olmuş xəbər. Kim? Ssenaristlə aktyorlar. Bunların ikisi də mübtədadır, yəni ayrı-ayrı. Ona görə də bunlar söz birləşməsi deyil. İndi digər tərəfə baxaq. O əlinin nəcib hərəkətini bəyənirdi. Bəyənirdi kim? O. Bəli, burada nə xəbər, nə də mübtəda, yəni söz birləşməsini ifadə olunub. İkinci xəbərimiz də bizim düşünürdü. Bəli, bu doğru fikirdir. Yəni hər iki cümlədə həm mübtədamız, həm də xəbərimiz sözləşməsinə ifadə olunub, sadəcə nitq hissəsinə ifadə olunub. Ona görə də 5 doğru fikirdir. 6-ya baxaq. Cümlədə quruluşca mürəkkəb sifət yoxdur. İkinci cümlədə bayaq qeyd etdim ki, ümumiyyətlə mürəkkəb söz
yoxdur. Birinci cümlədə isə mürəkkəb sözlər biri deməli kinostudiya isim idi, digəri isə yorğun zərf idi. Ona görə də 6 doğru fikirdir. Cavabımız olacaq D variantı. 10-cu sual. Eyler-Venn diaqramına və nümunələrə əsasən doğru fikirləri müəyyən edin. Şeydanın elmi mülahizələri çox inandırıcı görünürdü. Cümləni təhlil edək. Nə edirdi? Görünürdü xəbər. Nə? Şeydanın elmi mülahizələri mübtəda. Necə görünürdü? İnandırıcı. Bu da tərz hərəkət zərfliyi. İkinci cümləyə baxaq. Mehmanxanada ilk nəzərə çarpan birinci mərtəbədəki böyük dairəvi dəhlizin tavandan asılmış rəngli şüşələrdir. Nədir? Şüşələrdir. Nə? Mehmanxanada ilk nəzərə çarpan mübtəda. Necə şüşələrdir? Rəngli təyin. Necə şüşələrdir? Birinci mərtəbədəki böyük dairəvi dəhlizin tavandan asılmış şüşələrdir. Yəni bu tövlükdə bu olacaq. Təyin. Nəyə görə bütöv götürürük bunu? Çünki feili sifət burada tərkib yaratmışdır. Ona görə də hamısını bütöv götürəcəyik. Birincidə deyir ki, təyinin ifadə vasitəsi düzəltmə sifətdir. Xeyr, birinci cümlədə dedik ki, təyin yoxdur. Sadəcə olaraq zərflik var. Ona görə də biri yanlışdır. O cəhətdən B gedir və D gedir. 2-yə baxaq. İkinci dərəcəli üzvlərdən yalnız zərflik işlənmişdir. Bəli. Birinci cümlədə yalnız zərflik işlənib, ikinci cümlədə isə yalnız təyin işlənib. Ona görə də 2-ni düzgün götürəcəyik. 3-ə baxaq. Mübtəda feili birləşmə xəbər isimlə ifadə olunub. Baxaq. İkinci cümləmizdə bizim mübtədamız mehmanxanada ilk nəzərə çarpan, yəni feili sifət tərkibi, yəni feili birləşmə ilə ifadə olunub. Xəbərimiz isə şüşələr ismi ilə ifadə olunduğuna görə 3 də doğru olacaq. 4-ə baxaq. Zərfliyin ifadə vasitəsi düzəltmə sifətdir. İkinci cümlədə ümumiyyətlə mən zərflik görmədim. Ona görə də 4 yanlışdır. 5-ə baxaq. 5 artıq ortaya verib tərkibində söz birləşməsi ilə ifadə olunmuş mübtəda var. Bəli, bu doğru fikirdir. Çünki həm birinci cümlədə, həm də ikinci cümlədə mübtədamız söz birləşməsindən ifadə olunub. Birinci cümlədə şeydanın elmi mülahizələri isim birləşməsi ifadə olunub. İkinci cümlədə isə mehmanxanada ilk nəzərə çarpan deməli feili birləşməsi ifadə olunub. Ona görə söz birləşməsidir o da. Bəli, 5 doğrudur. Yəni cavabımız olacaq 2, 3, 5. O da deməli A variantındadır. 6-ya da baxaq. Tamamlığın ifadə vasitəsi sadə isimdir. Xeyr, tamamlıq yoxdur burada. Ona görə də 6 da səhv fikirdir. Cavabımız olacaq A variantı. 11-ci sual. Cədvələ və verilmiş nümunələrə əsasən uyğun fikirləri müəyyən edin. Atası onu danladığı üçün Vüsal çox narahat idi. Gəlin cümləni təhlil edək. Necə idi? Narahat idi. Xəbər kim? Vüsal. Vüsal nə üçün narahat idi? Atası onu danladığı üçün. Yəni feili sifət tərkibinin ifadə olunmuş səbəb zərfliyi. Çoxu isə təhlil etmirik, çünki çox burada ədatdır. Yəni çox narahat idi. Qüvvətləndirici ədat. Vüsal atasından üzr istəmək üçün onun otağına yaxınlaşdı. Nə etdi? Yaxınlaşdı. Xəbər kim? Vüsal. Vüsal haraya yaxınlaşdı? Onun otağına yer zərfliyi. Vüsal nə üçün yaxınlaşdı? Atasından üzr istəmək üçün. Yəni bu da olacaq bizim məqsəd zərfliyimiz. İndi baxaq. Birinci cümləyə aid doğru fikrə baxaq, sonra ikinci cümləyə də yanlış fikrə baxacağıq. Səbəb zərfliyi feili sifət tərkibi ilə ifadə olunmuşdur. Bəli, bu doğrudur. Yəni birinci cümlə səbəb zərfliyidir. Yəni narahat idi. Nəyə görə? Nə səbəbə? Çünki atası onu danlamışdı. Biri götürəcəyik. Bir doğru fikirdir. O cəhətdən A gedir, Y gedir. 2-yə baxaq. Qrammatik əsası təşkil edən üzvlər arasında uzlaşma əlaqəsi gözlənilməmişdir. Nədir qrammatik əsas? Qrammatik əsas cümlənin qurulmasında əsas rol oynayan cümlə üzvləridir. Yəni mübtəda və xəbər. Lakin 2 yanlış fikirdir. Çünki burada Vüsal narahat idi. Yəni burada heç bir pozulma müşahidə olunmur. Ona görə də 2 yanlış fikirdir. 2-ni götürməyəcəyik. O cəhətdən B-də gedir. Ya C-də ya da D-dir. 3-ə baxaq. Baş üzvlərdən biri nitq səsi, digəri isə söz birləşməsindən ifadə olunmuşdur. Birinci cümləmizdə bizim baş üzvümüzün biri Vüsaldır, biri narahat idi və bunların heç biri söz birləşməsi deyil. İkisi də bunların nitq səsidir. Ona görə də 3 də yanlışdır. O cəhətdən D-də gedir. Cavabımız qalır C variantı. İndi ikinci cümləyə yanlış fikirlərə baxaq. Məstər tərkibi səbəb zərfliyinin ifadə vasitəsidir. Xeyr, ikinci cümlədə səbəb deyil, məqsəd zərfliyidir bu. Yəni məstər tərkibi məqsəd zərfliyi kimi işlənmişdir. Ona görə də 4 yanlış fikirdir. 4-ü götürəcəyik. Ümumiyyətlə məqsədi səbəbdən ayırmağın ən rahat yolu budur ki,
məqsəd hələ baş verməmiş bir şeydir. Yəni baş verəcək, səbəb isə baş vermiş bir şeydir. Bundan da əlavə, əgər eyni bir cümləni həm səbəbə, həm məqsədə oxşada bilirsinizsə, o zaman məqsəd götürün. Çünki məqsəd səbəbə də oxşuyur. Yəni məqsəd olduğu üçün həm səbəbə oxşuyur, həm məqsədə oxşuyur. Ancaq səbəb heç vaxt məqsədə oxşaya bilməz. Məsələn, birinci cümlədə baxırıq ki, atası onu danladığı üçün Vüsal narahatdır. Yəni bunu biz heç bir formada məqsəd kimi götürə bilmərik, yəni. Çünki məqsəd gələcəkdə ola biləcək bir şeydir və burada artıq Vüsal narahatdır. Yəni faktiki burada artıq baş verib. Yəni burada bir gələcəyə istiqamətlənən bir şey yoxdur. Yadda saxlayın ki, yəni həm məqsədə, həm səbəbə oxşadırsınızsa onu məqsəd götürün. Yəni birinci cümlədə də biz ona görə səbəb götürürük ki, o heç bir zaman məqsədə oxşaya bilməz. Ancaq ikinci cümlədə isə Vüsal atasından üzr istəmək üçün otağına gedir. Yəni bunu biz səbəbə də oxşadırıq. Yəni niyə gedir, nə səbəbə gedir? Üzr istəmək üçün gedir. Və bunu məqsədə də oxşada bilirik. Yəni hər ikisini oxşadanda bunu məqsəd kimi götürün. Yəni əgər çaşdığınız bir məqam olsa. Deməli 4-ü yanlış fikir də götürəcəm. 5-ə baxaq. Yer zərfliyinin ifadə vasitəsi ismi birləşmədir. İkinci cümlədə bəli bizim yer zərfliyimiz onun otağınadır. Bəli bu da ismi birləşmədir. 5 doğru fikirdir, götürməyəcəm. 6-ya baxaq. Cümlə üzvlərindən yalnız biri nitq səsli ifadə olunmuşdur. Baxıram ki, bizim nitq səslə ifadə olunan üzvümüz bir yaxınlaşdı xəbərdir, bir də Vüsal mübtədasıdır. Ona görə də yəni bu yanlış fikirdir. Biri yox, ikisi nitq səslə ifadə olunub. Ona görə də bizim cavabımız olacaq C variantı. 12. Cədvəli tamamlayan fikirləri müəyyən edin. Deməli, bizə tabesiz mürəkkəb cümlədir. Mübtədaların ifadə vasitələrinin qrammatik mənası fərqlidir. Kəndimizi xatırlatdım, hamı kövrəldim. Baxıram ki, burada nə etdim, xatırlatdım, kim, mən. Nə etdi, kövrəldi, kim, hamı. Baxıram ki, burada mübtədalar yoxdur. Yəni sadəcə bir mübtəda var burada. Yəni digər mübtəda yoxdur. Ona görə də artıq uyğun gəlmir. Çünki burada mübtədalar dediyinə görə. İkinciyə baxaq. Dünən Vahid iclasa gəlmədi. Ancaq iştirakçılar onu çağırmaq üçün adam göndərdilər. Nə etdi? İclasa gəlmədi. Kim? Vahid. Mübtədamız buradadır. Ancaq iştirakçılar onu çağırmaq üçün adam göndərdilər. Nə etdilər? Göndərdilər. Kim? İştirakçılar. Baxıram ki, cümləmiz tabesiz mürəkkəb cümlədir. Yəni cümlələr arasında bir asıllıq yoxdur. Mübtədaların ifadə vasitəsinin qrammatik mənasına baxaq görək. Yəni fərqli deyil, bu artıq yanlışdır. Çünki həm Vahid isimdir, həm də iştirakçılar isimdir. Ona görə də artıq B-də uyğun gəlmir. C-yə baxaq. Dəymişi qalıb, kalları tökülüb. Baxıram ki, buradan nə edib qalıb, nə qalıb dəymişim mübtəda, nə edib tökülüb, nə kalları. Bəli. Mübtədamı tapdım hər ikisində. Tabesiz mürəkkəb cümlədir, doğrudur. Çünki cümlələr arasında asıllıq yoxdur. Mübtədaların baxıram görüm qrammatik mənası fərqlidirmi? Bəli. Kal sifətdir, dəymiş isə feili sifətdir. Ona görə də bu artıq doğrudur. Yəni sadəcə burada həm dəymiş, həm də kallar sözləri, yəni isimləşib. Ona görə də mübtəda olublar. İkincisi də deyir ki, cümlənin tərkib hissələri bərabər hüquqluluq ilə yaranıb. Bəli, bu onsuz da tabesiz mürəkkəb cümlənin ən əsas şərtidir. Yəni ona görə də bunu sadəcə çaşdırmaq üçün veriblər. Yəni onsuz da bir cümlə əgər tabesiz mürəkkəb cümlədirsə, onsuz da onun tərkib hissələri arasında bərabər hüquqluluq var. Deməli C-ni götürəcəyik buradan. D-yə baxaq. Kötan nə bilir, qayış nə çəkir? Bu cümlə tabeli mürəkkəb cümlədir. Çünki kötan nə bilir ki bağlayıcısını əlavə edirəm. Ona görə D olmaz. Y-yə baxaq. Ya sən bura gəlməlisən, ya da valideynin. Baxaq. Nə etməlisən, gəlməlisən, kimsən? Ya da valideynin gəlməlidir. Sadəcə olaraq burada xəbər ixtisar gedibdir. Yəni burada mübtədamız valideynindir. Cümləmiz tabesiz mürəkkəb cümlədir. Bəli. Mübtədaların qrammatik mənası fərqlidirmi? Bəli. Çünki sən mübtədası isimdir. Valideyn daha doğrusu əvəzlikdir. Valideynin isə isimdir. Ancaq burada yanlış məqam odur ki, ikincidə doğru yazmayıblar. Tərkib hissələrindən biri müəyyən şəxsdir, digəri isə adlıq cümlədir. Xeyr, burada yəni hər ikisi müəyyən şəxsli cümlədir. Sadəcə olaraq ikinci tərəfdə yəni gəlməlidir xəbəri ixtisar olunubdur. Ancaq fərqi yoxdur. Yəni də bu hər ikisi müəyyən şəxsli cümlə sayılır. Cavabımız olacaq C variantı. 13-cü sual. Stasionar sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikirləri müəyyən edin. Tələffüz şəklinə baxaq. Stasiyanar. Deməli, buradan bir Y hərfi əlavə olunacaq, bir də O hərfi A-ya keçəcək. Yəni, burada iki dənə fərqlənməmiz olacaq bizim. Stasiyanar. Baxaq, 3 cingiltili üçkar samit var. Baxaq görək, bizim cingiltili samitlərimiz hansı olacaq? Bir Y əlavə olundu, bir O və N və R. Yəni 3 dənə cingiltili samitimiz var. Kar samitlərimiz də ki, S, T və S. Yəni bir doğru fikirdir, biri götürəcəyik. 2-yə baxaq. Bütün saytlar açıqdır, vurğu 3-cü hecəyə düşür. Xeyr, bu yanlışdır. Çünki burada I var, I də açıq sayt deyil. Ona görə də artıq 2 yanlışdır. O cəhətdən A, C və Y gedir. 3-ə baxaq. Saytların hamısı dodaqlanmayandır. Bəli, doğru fikirdir. 1, 3.
Bəli, artıq variantımız çıxır bizim D variantı. 4-ə baxaq. 4 hecalıdır. Saytlərdən biri uzun tələffüz olunur. Baxıram ki, 4 hecalıdırmı? Bəli, çünki 4 dənə saytımız var, ancaq uzanma yoxdur burada, yəni stasionar. Yəni heç bir uzanma yoxdur. 4 yanlışdır. 5-ə baxaq. Hərflərlə səslərin sayı fərqlidir. Bəli, bu fərqlidir. Doğru fikirdir. Yəni cavabımız olacaq burada bizim 1, 3 və 5. Yəni D variantı. 14. Hansı bənddəki amonimlərin hər biri termin kimi də işlənə bilir? Yəni amonim olsun, həm də termin kimi olsun. İndi baxaq. A variantında qrov var. Qrov ümumiyyətlə termin kimi olmur. B variantında oynaq termin kimi olmur. Ona görə getdi. C variantında baxıram ki, yəni dar sözü termin kimi ola bilmir. D-yə baxsaq, məxrəc termin kimi ola bilər, riyaziyyatda istifadə olunur, ancaq sirkə, yəni necə olsun, sədəf, inci, yəni D-ni çıxıram. Y-yə baxaq, təsnif bəli, termin kimi ola bilər. Bir var muğamda təsnif, bir də var bir şey təsnif etmək, yəni bölgülərə ayırmaq kimi. Efir, bəli, bu kimyada işlənir. Qaz da eyni zamanda kimyada, hava da eyni zamanda kimyada. Ona görə cavabımız olacaq Y variantı. Növbəti, deyilişi və yazılışı arasındakı fərqli məqamların sayına görə uyğunluğu müəyyən edin. Deməli, köstəbək sözü köstəbək, yəni 2 dənə fərqli məqam var burada. 2 dənə fərqli məqam. Təbiətşünaslıq, təbiətşünaslıq, yəni y gəlir, lıqda dıq olur. Yəni burada da 3 dənədir, yəni 2, 3, 4-ə baxaq, daha doğrusu 3-cüyə baxaq. Arxayınlıqla, arxayınlıqla, yəni burada da l-nıya keçəcək, q-xıya keçəcək, l-nı olacaq və əlavə n gələcək. Yəni burada da olacaq bizim 4 dənə fərqli məqamımız. İndi baxaq. Nəvazişkar. Nəvazişkar sözündə sadəcə olaraq uzanma var. Yəni, başqa bir dəyişiklik yoxdur. Ona görə də A heç birinə getməyəcək. B-yə baxaq. Legioner. Legioner olacaq legioner. Yəni, o hərfi A-ya keçəcək, bir dənə də Y gələcək. Yəni, 1-ə gedəcək B variantı. Harada var elə bir variant? Deməli, Y olmayacaq, D-də olmayacaq. C-yə baxaq. Şirniklənmək. Şirniklənmək deməli, tələffüz olunacaq şirniklənmək. Yəni, K-ih olacaq. N-mı olacaq, K-da ih olacaq. Yəni 3 dənə olacaq burada. Şirniklənmək. C gedəcək 2-yə. Yəni təbiətşünaslığa. Yəni 2-yə C harda var? Baxıram ki, C olmayacaq. Yəni burada qeyd edim. 1-ə B, 2-yə C. Sonra qanadlanmaq. Qanadlanmaq, qanaddanmaq. Yəni D, T-yə keçəcək. L, D olacaq. Qanaddanmaq. N-mı, Q-da X. Yəni burada 4 dənə fərqli məqam olacaq. D, T-yə keçdi. L, D-yə keçdi. N-mıya, Q-da X-ya keçəcək. Yəni 4 dənə. Yəni bu da olacaq 3-dən. Yəni 3-ə də gedəcək D. 1B, 2C, 3-də D. Harada var? B variantıdır deyəsən bu. Kəşfiyyata da baxaq. Kəşfiyyat sözünə deməli Y-nın biri düşəcək. F da V olacaq. Yəni kəşfiyyat. Yəni burada 2 dənə fərqli məqam var. Bu da gedəcək artıq 1-ə. Yəni 1-ə B-yə, 2-yə C, 3-ə də D variantı. Yəni B variantı. Növbəti, həm tabelilik, həm də tabesizlik əlaqəsi işlənmiş cümlələri müəyyən edin. Biz bilirik ki, bizim 2 cür əlaqəmiz var, həm tabelilik, həm tabesizlik. Tabesizlik əlaqəsi tabesiz mürəkkəb cümlənin içərisində olur, bir də həmcinslər arasında olur, yəni həmcins üzvlər arasında olur. Tabelilik isə artıq uzlaşma, yanaşma, idarə, bu artıq cümlə üzvləri arasında və söz birləşmələri arasında olur. Ümumiyyətlə, birinci tabesizlik əlaqəsini tapaq, çünki tabesizlik əlaqəsi əgər varsa, tabelilik əlaqəsi də var deməli. Bir günəşə, bir də ölümə dik baxılmaz. Baxırıq ki, burada, yəni dediyim kimi, tabesizlik əlaqəsi həmcins üzvlərin və tabesiz mürəkkəb cümlənin arasında olur və mən baxıram ki, burada həmcins üzv var. Nə edilməz? Baxılmaz nəyə? Ölümə və günəşə. Artıq mən burada həmcins üzvümü tapdım. Tabesizlik əlaqəm var. Tabesizlik əlaqəm varsa, artıq tabelilik də var. Ona görə də biri götürəcəyik. O cəhətdən B və C gedir. 2-yə baxaq. Dünyanın malına səcdə etmə, əlindən çıxanda kədərlənərsən. Nə etmə, səcdə etmə, nə etmə, nə edərsən, kədərlənərsən. Kimsən? Görürəm ki, 2 xəbərim var, ikisi də bir mübtəyə aiddir. Yəni burada həmcins üzvüm var, deməli tabesizlik əlaqəm var. Yəni 1, 2, 3-ə baxaq. Qaysaq bağlayan elə yaralar var, onlara toxunduqca sızıldayır. İndi baxıram ki, bura nə əlavə edə bilirəm? Baxıram ki, qaysaq bağlayan elə yaralar var ki, artıq vəssalam. Mən ki-ni əlavə edirəmsə, burada olacaq deməli tabeli mürəkkəb cümlə, yəni baş cümlə birinci, budaq cümlə ikinci, yəni
Və baxıram ki, burada heç həmcins üzv də yoxdur. Yəni indi tabeli mürəkkəb cümlə olanda o demək deyil ki, tabesizlik əlaqəsi olmayacaq. Bəlkə tabeli mürəkkəb cümləni təşkil edən komponentlərin birinin içində həmcins üzv var. Amma baxıram ki, yəni o da yoxdur. Ona görə də 3-ü götürmürəm. 4-ə baxaq. Başqasının səhvini döşsək də, baxıram ki, yenə burada sada var, artıq tabeli mürəkkəb cümlədir və baxıram ki, öz səhvimizə qarşı barışmaz olmalıyıq. Yəni burada da həmcins üzv yoxdur ki, tabesizlik əlaqəsi olsun. 3-4 getdim. 5-ə baxaq. Dünya 2-yə bölündü, çatlar şairin ürəyindən keçdi. Nə etdi? Bölündü nə dünya, nə etdi ürəyindən keçdi, nə çatlar. Baxıram ki, bəli, bu cümləmiz tabesiz mürəkkəb cümlədir. Çünki cümlələr arasında bir asılılıq yoxdur. Deməli, burada tabesiz əlaqəsi mövcuddur. Yəni 1, 2, 5, 6-ya baxaq. Hər kəsi qınamaq və ya hamının işini tərifləmək ağızsızların işidir. Baxıram ki, nədir ağızsızların işidir? Nə? Hər kəsi qınamaq və ya hamının işini tərifləmək. Deməli, burada həmcins mübtədam var. Deməli, tabesizlik əlaqəm də artıq burada var. Deməli, cavabımız olacaq 1, 2, 5 və 6, yəni A variantı. Növbəti. Aid olduqları cümlə üzvlərinə görə əlavələrin düzgün ardıcıllığını müəyyən edin. Ağakərim dayının həyəti kəndin ən baxımlı bağı, meyvə ağacları ilə tanınırdı. Nə edirdi? Tanınırdı. Hara? Ağakərim dayının həyəti, yəni kəndin ən baxımlı bağı. Və görürəm ki, burada artıq mübtədanın əlavəsi var. Yəni biz 2 ilə başlayacağıq. O cəhətdən D və Y gedir. İkinciyə baxaq. Püstə nənənin toyuqları həyətdə, nəm torpağın üstündə dən axtarırdılar. Bəli, harada dən axtarırdılar? Həyətdə, nəm torpağın üstündə. Yəni yer zəfliyinin əlavəsi. Necə gedəcəyik? Deməli 2, 1. Artıq A da olmayacaq, ya B, ya da C-dir. Üçüncüyə baxaq. Alpinistlər dağın zirvəsinə doğru qalxdıqca, yerdən uzaqlaşdıqca soyuğun kəskinləşdiyini daha çox hiss edirdilər. Deməli, burada bizim əlavəmiz yerdən uzaqlaşdıqca, yəni nə zaman yəni soyuğu hiss edirdilər? Dağın zirvəsinə doğru qalxdıqca və yaxud da yerdən uzaqlaşdıqca. Görürsünüz ki, bu artıq olacaq zaman zərfliyinin əlavəsi. 2, 1, 5, yəni cavabımız olacaq burada C variantı. Davam edək. Axşamüstü Atlas qarı həyətdəki bağın girəcəyindəki tut ağacının kölgəsində palas sərdi, süfrə saldı. Nə etdi? Süfrə saldı. Kim? Atlas. Atlas qarı hansı tut ağacının həyətdəki bağın girəcəyindəki tut ağacı, yəni bu olacaq təyin əlavəsi. 2, 1, 5, 3. Sonuncu da Əkrəm kişi arvadının yadigarını, nişan üzüyünü ehtiyatla mücrüyə qoydu. Nəyi? Nişan üzüyünü və yaxud da arvadının yadigarını, yəni tamamlığın əlavəsi olacaq. Yəni yekun cavabımız olacaq C variantı. 18. Hansı sıralarda nöqtələrin yerinə uyğun saytlar yazılmalıdır? Deməli, kollegial sözü O ilə yazılacaq. Kollegial, pedaqogika A ilə, müşkül Ü ilə. Yəni doğru yerləşdirilib burada. Biri götürəcəyik. Kapella A ilə olacaq, dialekt A ilə, müdaxilə Ü ilə. Yəni bu yanlışdır, çünki kapella səhv verilib. Kolorit O ilə, kolorit, oftalmologiya, oftalmologiya, mühakimə də Ü ilə. Yəni bu da doğrudur. 1, 3, 4-ə baxaq. Katalizator A ilə olmalıdır, karifey O ilə, insulin də U ilə olmalıdır. Ona görə də 4 də yanlışdır. Cavabımız olacaq C variantı. 19. Nümunələrdə vasitəsiz nitq və müəllifin sözlərinin işlənmə arıcılığı nəzərə alaraq uyğunluğu müəyyən edin. Durğu şəhərləri buraxılmışdır. Variantlardan baxaq. Firudin, mən bu çətin işin öhdəsindən gələcəyəm dedim. Deməli, burada Firudinin dediyi cümlə, mən bu çətin işin öhdəsindən gələcəyəm, yəni budur. Ona görə də bu olacaq vasitəsiz nitq, əvvəli və sonrası isə Firudin və dediyi hissəsi olacaq artıq müəllifin sözü. Yəni, müəllifin sözü, vasitəsiz nitq və sonradan yenidən müəllifin sözü. Yəni, 3-ə gedəcək A variantı. Sonra B-yə baxaq. Eybi yoxdur. Mən əziyyətdən qorxmuram deyə İbrahim qardaşını arxayınlaşdırdı. Yenə də burada nitqimiz eybi yoxdur. Mən əziyyətdən qorxmuram. Bu olacaq vasitəsiz nitq. İkinci tərəfdə olacaq. Yəni müəllifin sözü. Yəni B gedəcək 1-ə. C-yə baxaq. Arabaçı dedi. Gəlin otu arabaya yükləyək. Deməli, burada arabaçı dedi olacaq müəllifin sözü. Gəlin otu arabaya yükləyək də olacaq vasitəsiz nitq. Yəni, bu arabaçının dediyi cümlədir. Yəni, birinci müəllifin sözü, ikinci tərəf vasitəsiz nitq. Yəni, gedəcək 2-yə. C gedəcək 2-yə. Əslində, bunu belə də düşünə bilərsiniz. Arabaçı. Yəni, kimsə bunu deyir ki, arabaçı dedi. Gəlin otu arabaya yükləyək. Bunu belə də düşünmək olar. Yəni, arabaçı olsun vasitəsiz nitq, dedi olsun müəllifin sözü, gəlin otu arabaya yükləyək də olsun vasitəsiz nitq. Ancaq bu elə olmayacaq. Yəni, elə düşünülsə də elə deyil. Çünki əgər elə olsaydı, onda biz gərək gəlini böyüklə, balaca ilə yazardıq. Böyüklə yazılmazdı. Ona görə də
C-ni o şəkildə düşünmək olmur. Ay balam, nə qədər işləmək olar deyə bacısı qərənfili danladı. Ay balam, nə qədər işləmək olar? Bu olacaq vasitəsiz nitq, deyə bacısı qərənfil danladı olacaq müəllifin sözü. Yəni bu da gedəcək 1-ə, yəni 1-ə B və D oldu. Sonra Y-yə baxaq. Əziyyət çəkməyin dedi. Özüm edərəm. Burada da əziyyət çəkməyin olacaq vasitəsiz nitq. Sonra dedi müəllifin sözü, özüm edərəm də olacaq vasitəsiz nitq. Yəni V, M, V şəklində. Yəni eyni ilə bayaq mən C-də dediyim kimi ola bilərdi. C bunun kimi ola bilərdi əgər gəlin sözü balaca ilə yazılsaydı. Ancaq ona görə də Y-ni heç birinə verə bilməyəcəm. Çünki Y-dən birinci vasitəsiz nitqdir, sonra müəllifin sözü, sonra vasitəsiz nitq. Yəni elə bir variant da yoxdur. Yəni bizim yekun cavabımız olacaq 1B-D, 2C, 3-ə də A, yəni C variantı. 20. Tərkibində düzəltmə və mürəkkəb tərzi hərəkət zərfləri işlənmiş cümləni müəyyən edin. Mən bu ağaclara baxa-baxa yenidən uşaqlıq illərimi xatırlayıram. Burada baxa-baxa var, ancaq baxa-baxa burada yəni zərf deyil, feili bağlamadır. Yenidən ola bilər, ancaq bu da yəni düz getmir, çünki tərz hərəkət zərfi deyil. Ona görə də A-nı götürmürük, B-yə baxaq. Ay ağır-ağır irəliləyir, təklikdə kainata tamaşa edirdi. Bəli, burada bizim mürəkkəb tərz hərəkət zərfimiz var, ağır-ağır. Bir dənə də burada təklikdə, yəni düzəltmə tərz hərəkət zərfimiz var. Yəni cavab olacaq burada B variantı. Tez-tez verilən bu suala cavabımız çoxdan hazır idi. Burada bizim zərfimiz hansıdır? Tez-tez, bir də çoxdan. Ancaq tez-tez mürəkkəb olsa da bu tərz zərfi deyil. Bir də çoxdan da burada zaman zərfidir. Yəni tərz hərəkət zərfi deyil. Ona görə də C-ni götürməyəcəyik. Dostlar gələr gəlməz Şahinlə birlikdə sahəyə yola düşdülər. Burada gələr gəlməz olsa da, ancaq bu feili bağlamadır. Bir dənə də zərfimiz burada birlikdədir. Yəni də cavabımız alınmır. Y-yə baxaq. Üfüqlər qızarıb güləndə səhər, bülbül öpə-öpə oyatsın gülü. Burada yenə də öpə-öpə var. Öpə-öpə feili bağlama olacaq. Güləndə də feili bağlama olacaq. Ona görə də Y-ni də alınmır. Yəni cavabımız olacaq B variantı. 21-ə baxaq. Ədatlarla amonimliyi olan bağlayıcıların işləndiyi cümlələri müəyyən edin. Yəni bu o deməkdir ki, burada bağlayıcı işlənsin, həmin bağlayıcının da ədatla amonimliyi olsun. Kərim etiraz etmək istədi, ancaq Hüseyn ağa əl çəkmədi. Yəni burada Kərim ağa etiraz eləmək istəyib, Kərim etiraz etmək istəyib, amma Hüseyn ağa əl çəkməyib. Yəni burada ancaq sözü bağlayıcı kimi işlənib, qarşılaşdırma bağlayıcısı kimi işlənib, ancaqın da özünün ədatla amonimliyi var, yəni məhdudlaşdırıcı ədat ola bilir. Ona görə də biri götürəcəyik. 2-yə baxaq. Mən ki damdan bacadan baxmaz idim. Ki həm bağlayıcı olur, həm ədat olur, ancaq burada ki özü ədat kimi işlənib, yəni bizə bağlayıcı kimi işlənməli olduğunu deyir. Ona görə də 2-ni götürmürük. Davam edək. 3-cü. Sənə yaraşmaz ki, onun bunun sözünü danışasan. Bəli, burada artıq ki bağlayıcı kimi işlənib. Bunun da artıq ədatla amonimliyi var. 1, 3. Bizdə şeir də var, sənət də var. Burada də bağlayıcı kimi işlənib. Dənin də amonimliyi var. 1, 3, 4. Yəni cavabımız olacaq burada Y variantı. 5-ə baxaq. Əgər hazırlaşmasan, yaxşı qiymət ala bilməyəcəksən. Burada deməli bağlayıcımız var bizim əgər, ancaq əgərin ədat amonimliyi yoxdur. 6-ya da baxaq. Deyilənləri başa düşmək yəni bu qədər çətindir. Yəni həm bağlayıcı olur, həm ədat olur, ancaq burada yəni sual ədatıdır. Yəni əgər yəni bağlayıcısı, daha doğrusu yəni sözü əgər sual cümlələrində işlənirsə və sual yaradırsa, biz onu ədat götürəcəyik, yəni sual ədatı götürəcəyik. Ona görə də altını da götürmürük. Cavabımız olacaq Y 1 3 4. 22. Uyğunsuzluğu müəyyən edin. Birincidə deməli qoşma olacaq, ikincisi isə qoşma ilə amonim olan əsas nitq səsi. Yəni bu olmayan varianta baxacağıq. Birincidə onun gözləri ulduz kimi parlaq idi. Deməli burada bizim kimi qoşma kimi işlənib, yəni onun gözləri ulduz kimi bənzətmə qoşması. İkinci cümlədə isə şəhərə kimi maşınla getdik. Deməli burada kimi yenə də qoşmadır. Ona görə də yəni bu yanlış fikirdir. Cavabımız olacaq burada A variantı. Yəni birincidə qoşma, ikincidə isə fərqli bir, yəni əsas nitq səsi olmalıdır. Ona görə də artıq A-da hər ikisi qoşma olduğuna görə bu səhv olur. B-yə baxaq. Rəisdən başqa hamı yerində idi. Birincidə deməli başqa qoşmadır, yəni fərqləndirmə qoşmasıdır. İkincidə isə beynini başqa fikirlərdən uzaq tutur. Yəni əlavə fikirlərdən. Yəni burada artıq sifət kimi işlənib. Yəni B doğrudur. C-yə baxaq. Rüstəmin dürüstlüyü ona qarşı hörməti artırmışdı. Ona qarşı hörmət, bəli. Bu olacaq artıq deməli qoşma. İkincidə isə şikayətçilərə qarşı tərəfini, yəni qarşıda dayanan tərəfi nəzərdə tutur. Ona görə də bu da sifət olacaq. Yəni C də doğrudur. Bu əhvalat müharibədən qabaq baş vermişdi. Bu əhvalat nə zaman baş verib? Müharibədən qabaq. Deməli zaman zərfliyi, daha doğrusu zaman qoşması.
Ona qabaq cərgədə oturmağı təklif etdim. Qabaq cərgə, yəni ön cərgə mənasında deyilir. Yəni sifət kimi, bu da doğrudur. Dərsdən əvvəl kitabxanaya getmək istəyirdik. Nə zaman kitabxanaya getmək istəyirdik? Dərsdən əvvəl. Yəni burada əvvəl olacaq zaman qoşması. 2-də isə şəhərdən əvvəl dinc əhali çıxarıldı. Yəni əvvəl dinc, yəni nə zaman çıxarıldı? Əvvəl çıxarıldı. Haradan? Şəhərdən. Yəni buradakı əvvəl baxmayaraq ki, dan çıxışlı haldan sonra gəlib. Yəni bu qoşma deyil, bu zərf olacaq. Çünki burada nə zaman dinc əhali çıxarılıb? Əvvəl çıxarılıb. Yəni sonra yox, əvvəl çıxarılıb. Haradan? Şəhərdən. Yəni burada əvvəl burada müstəqil zərfdir. Yəni qoşma deyil. Ona görə Y də doğru fikirdir. Cavabımız olacaq burada A variantı. 23-cü sual. Düzgün fikirləri müəyyən edin. Mürəkkəb ismin tərkibində isim işlənməyə bilər. Gəlin düşünək. Bir mürəkkəb isim düşünək. Məsələn, vur, ha, vur. Gəl, ha, gəl. Görürük ki, bunlar vur, ha, vur, gəl, ha, gəl və yaxud da qaça, qaç. Bunlar mürəkkəb isimlərdir. Və bunların tərkibində görürəm ki, vur, ha, vur. Yəni feillərin birləşməsidir. Gəl, ha, gəl. Feillərin birləşməsidir. Yəni deməli, mürəkkəb ismin tərkibində isim işlənməyə bilər. Ona görə bir doğru fikirdir. Biri götürəcəyik. 2-yə baxaq. Mürəkkəb sifətin tərkibində sifət işlənməyə bilər. Yenə də bu elə bitişdiricilərin köməyi ilə olanlardan nümunə verə bilərəm. Rəngbərəng. Məsələn, rəngbərəngdə görürük ki, rəngbərəng özü sifətdir, ancaq tərkibində sifət işlənməyib. Belə rəng isminin birləşməsindən əmələ gəlib. Yəni 2 də doğrudur. 3-ə baxaq. Mürəkkəb sayın tərkibində sual əvəzliyi işlənə bilməz. Düşünək mürəkkəb deməli saylardan nə düşünə bilərik? Məsələn, bir neçə. Bir neçə sözü mürəkkəb saydır da, qeyri-müəyyən saydır. Ancaq mən baxıram ki, bunun tərəflərinə neçə burada sual əvəzliyi işlənibdir. Düzdür, sual funksiyası daşımır, ancaq faktiki bu sual əvəzliyidir. Deməli, bu artıq yanlışdır. Deməli, mürəkkəb sayın tərkibində sual əvəzliyi işlənə bilər. Ona görə də 3 yanlışdır. 4-ə baxaq. Mürəkkəb əvəzliyin tərkibində isim işlənə bilər. Bəli, işlənə bilər. Məsələn, filan kəs. Filan kəs mürəkkəb əvəzlikdir və bunun tərəflərinə baxanda filan əvəzlikdir, kəs isə isimdir. Ona görə də 4 doğru fikirdir. 1, 2, 4. 5-ə baxaq. Mürəkkəb zərfin tərkibində sifət işlənmir. Məsələn, yavaş-yavaş, asta-asta. Bunlar mürəkkəb zərflərdir də. Ancaq yavaş sözü məsələn sifət kimi işlənə bilər. Yəni yavaş insan, asta insan. Ona görə də 5 də yanlışdır. Cavabımız olacaq bizim 1, 2 və 4. 24. Müqayisə cədvəlinə əsasən doğru fikirləri müəyyən edin. Sirrini bilməsin evdə divarlar, divar dalında da çünki qulaq var. Cümlənin tərkib hissələri bağlayıcı vasitəsilə əlaqələnmişdir. Baxıram ki, burada mənim bağlayıcım hansıdır? Deməli, burada çünki bağlayıcısı işlənib. Çünki də bizim tabellik bağlayıcımızdır. Yəni çünki olanda da tabeli mürəkkəb cümlə olur. Birinci baş, ikinci budaq olur. Bəli, doğrudur. Yəni burada tərkib hissələrimiz bağlayıcı ilə bağlanıb. Yəni 2 cümlədən ibarətdir və bağlayıcı ilə bağlanıb. Biri götürəcəyik. 2-yə baxaq. Amma ortağa da baxaq, bəlkə ortaya getməlidir, ona bir baxaq. Heç kimsə ilə yola getmirsə bir kəs, ona bel bağlayıb bir iş görünməz. Baxıram ki, burada bağlayıcı yoxdur, ona görə də birini ortaya verməyə ehtiyac yoxdur, yəni biri götürəcəyik. 2-yə baxaq. Mübtədaların ifadə vasitəsi müxtəlifdir. Baxaq birinci cümləmizdə. Sirrini bilməsin evdə divarlar. Yəni divarlar evdə sirrini bilməsin. Nə etməsin, bilməsin, nə divarlar, mübtədamız budur. Divar dalında da çünki qulaq var. Var nə? Qulaq. 2 dənə mübtədam var burada. Divarlar və qulaq. Və müxtəlif deyil bunlar. İkisi də isimlə ifadə olunub. Ona görə də 2 yanlışdır. 2-ni götürməyəcəyik. 3-ə baxaq. Şərt şəkilçisi cümlənin komponentlərini bağlayan vasitə kimi çıxış edib. Baxaq görək. Heç kimsə ilə yol getmirsə bir kəs, ona bel bağlayıb bir iş görünməz. Baxıram ki, burada sa. Sa burada şərt şəkilçisidirmi? Xeyr. Getmir isə. Bu isə istəyəcəkdir. Ona görə də 3 artıq yanlışdır. 4-ə baxaq. Hər iki tərkib hissənin xəbəri feilin eyni şəklindədir. Birinci tərkib hissəmiz bizim hansı oldu? Heç kimsə ilə yol getmirsə. Nə etmirsə, yol getmirsə. Yəni burada bizim birinci tərkib hissəmizin xəbərimiz yola getmirsə, bu da feilin artıq xəbər şəkli olacaq. Çünki buradakı sa isədir, yəni şərt şəkilçisi deyil və zaman şəkilçimiz var deyə bu olacaq xəbər şəkli. İkinci tərəfdə isə xəbərimiz bizim ona bel bağlayıb bir iş görülməz. Nə edilməz? İş görülməz. Deməli burada da bizim xəbərimiz görülməzdir. Görülməz də zaman şəkilçisi qəbul etdiyinə görə xəbər şəkli olacaq. Bəli. Yəni artıq 4 doğru fikirdir. Digər cümləyə də baxım ki, bəlkə ortaya getməlidir bu. Sirrini bilməsin. Bilməsin burada əmr şəklidir. İkinci cümlədə isə divar dalında da çünki qulaq var. Var artıq burada feil olmadığına görə, yəni şəkli yoxdur. Ona görə də 4-ü artıq ortaya verməyə ehtiyac yoxdur. Çünki 4-də deyir ki, hər iki tərkib hissə feilin eyni şəkli olsun. 4 doğru fikirdir. İkinci cümləmizin hər iki xəbəri feilin xəbər şəklindən ifadə olunub. Deməli 1, 4. 5-ə baxaq.
Baş üzvlərdən biri frazeoloji birləşməyin ifadə olunmuşdur. Birinci cümləmizdə bizim baş üzvümüz hansı idi? Yəni mübtədamız divarlar idi. Xəbərimiz isə nə etməsin, bilməsin. Yəni bu frazeoloji birləşmə deyil. Divar dalında da çünki qulaq var. Xeyr, burada nə xəbərimiz, nə də mübtədamız söz birləşməsindən ifadə olunub. Ona görə də yəni 5 yanlışdır, 5-i götürməyəcəm. 6-ya baxaq. İkinci dərəcəli cümlə üzvləri, demək, ikinci dərəcəli üzvlər iştirak etmişdir. Baxaq, birinci cümləmizdə bizim nə etməsin, sirrini bilməsin, nə divarlar, harda bilməsin, evdə bilməsin. Bəli, artıq burada zərflik var. Digər cümləmizdə isə nə etməz, iş görülməz. Necə iş görülməz? Ona bel bağlayaraq görülməz. Görürsünüz ki, burada bir feili bağlamam vardı mənim. Yəni zərflik istifadə olunub burada. Ona görə də 6 artıq doğru fikirdir ki, hər iki cümlədə ikinci dərəcəli cümlə üzvləri var. Yəni birincidə olacaq zərflik, ikincidə də reynlə zərflik olacaq. Yəni 1, 4 və 6. 25. Euler-Venn diaqramında sizin düzgün fikirləri müəyyən edin. Deməli, bizə 2 dənə söz verilib, sərinləşdirilir və doğratdırılmışdır. Doğratdırılmışdır, düzgün təhlil olunub, elə buradan baxa bilərsiniz. Sərinləşdirilirdə artıq bir yanlışlıq var. Sərin sözün kökü sərinləmək, sərinləşmək. Yəni burada lə-ş. Yəni burada artıq arxası doğru olacaq. İri sadəcə olaraq burada qrammatikdir. İndi baxaq. 1-ə yazılıb ki, yarandığı nitq səsi feildir. Yarandığı deyəndə biz sonuncu leksikə qədər olan hissəyə baxırıq. Birinci sözdə sonuncu leksikimiz bizim ildir də. İlə qədər olansa sərinləşdir, yəni feildir. Yəni feildən yaranıb. İkinci sözümüzə baxaq. İkinci sözümüzdə də bizim sonuncu leksikimiz ıldısa, ıla qədər olan hissəyə baxacaq, doğratdır. Yəni artıq bir yanlışdır. Niyə? Çünki ortaya getməlidir. Hər ikisi nitq səsi, yəni nitq səsi olaraq feildən əmələ gəlib. Ona görə də 1-i götürməyəcəyik. 2-yə baxaq. Kökü sifət, başlanğıc forması isə feildir. Bəli, sərinləşdirilir sözünün kökü sərin sifətdir, başlanğıc forması isə sərinləşdiril, yəni feildir. Ortaya da verməyə ehtiyac yoxdur, çünki doğratdırmaq sözünün kökü feil, sifət deyil, feildir. 2-ni götürəcəyik. 3-ə baxaq. Kökü və yarandığı nitq səsi fərqlidir. Bunu doğratdırılmışdıra verib. Xeyr, bu yanlışdır, çünki bunun kökü də doğra feildir, yarandığı nitq səsi də doğratdır, yəni feildir. Ona görə də 3 yanlışdır. 4-ə baxaq. Tərkibindəki leksik şəkilçilər ancaq feildən feil düzəldir. Bəli, baxıram ki, doğratdırılmışdır sözündə t şəkilçisi var, yəni ıt şəkilçisidir o, dır, ıl. Bəli, bunların üçü də feildən feil yaradan şəkilçilərdir. Bunu ortaya verməyə ehtiyac yoxdur, çünki sərinləşdirilir sözündə yəni laş-ləş var. Laş-ləşdəki yəni feildən feil yaradan şəkilçi deyil. Ona görə də 4 doğrudur, 2, 4, 5-ə baxaq. Kökü feildir, feildən düzəlib. Bu yanlışdır, çünki sərinləşdirilir sözün kökü feil deyil, sifətdir. Ona görə 5-i götürmürük. 6-ya baxaq. Tərkibində 4 variantlı leksik şəkilçilər var. Bunu ortaya verib. Birinci sözümüzdə, bəli, 4 variantlı leksik şəkilçilər varmı baxaq. Var, laş-laş 2 cürdür. Ancaq dırla ıl, yəni 4 variantlı şəkilçilərdir. Doğratdırılmışdır da, bəli, var. Ona görə də 6 da doğrudur. Yəni demir hamısı. Deyir, yəni var. Sadəcə belə leksik şəkilçilər var. Ona görə biz bunu doğru götürəcəyik. 2, 4 və 6. 26. Cəmil baxışımdan məni sizə oxşadır nümunəsi əsasında klasteri tamamlayan fikirləri müəyyən edin. Cümlədəki feil hərəkətin danışılan anda baş verdiyini bildirir. Nə deməkdir bu ümumiyyətlə? Yəni qısaca indiki zamanda demək istəyir. Yəni hal-hazırda baş verir. Bəli, doğrudur. Bu oxşadır sözündə zaman şəkilsi də var. İndi baxaq. Tərkibim deyir bu sxemə uyğundur. Necə təhlil edərik biz bu sözü? Cəmil baxışımdan məni sizə oxşadır. Yəni burada oxşatmaq var. Yəni ona görə də sözün kökü olacaq burada. Oxşa, oxşat və ır. Yəni ona görə də 1 artıq yanlışdır. 2-yə baxaq. Qrammatik şəkilsiz işlənsə, sözdə cingiltili samit olmaz. Əgər biz bunu qrammatik şəkilsiz işlətsək, yəni ırı atsaq, bu söz necə olacaq? Oxşat, t olacaq. Bəli, əgər bu şəkildə olanda sözdə cingiltili samit olmur. Yəni x, ş, t. Yəni sadəcə burada t, d-yə ona görə keçir ki, saitlə başlayan şəkilçi gəldiyinə görə. Ona görə də 2 artıq doğru fikirdir. 3-ə baxaq. İcbar növlədir, xeyr. Nəyə görə? Çünki Cəmilin özü oxşadır da. Yəni kimə sərhəddirmir ki bunu. Ona görə də 3 yanlışdır. Altına xətt çəkilmiş hissə 2 şəkilsindən ibarətdir. Bəli, bu doğrudur. T və ır. 2, 4. 5-ə baxaq. Hərəkəti icra edən qrammatik cəhətdən məlumdur. Bəli, məlumdur. Yəni Cəmilin özü oxşadır. Ona görə də cavabımız olacaq burada bizim 1, 4 və 5. 27. Uyğunluğu müəyyən edin.
Doğrudur, yanlışdır verilib burada bizə. Deməli, şəxssiz cümlələrdə həmişə şəxssiz feil olur. Bu doğru fikir deyil. Düzdür, şəxssiz cümlələr çox zaman şəxssiz feillər şəxssiz cümlələrdə olur, lakin bu həmişə olmur. Məsələn, mənim ondan xoşum gəlmir deyirik də. Bu cümlə şəxssiz cümlədir. Ancaq burada feil şəxssiz feil deyil məsələn. Ona görə də A deməli yanlışa gedəcək, 2-yə gedəcək A. B-yə baxaq. Müəyyən şəxsli cümlələrdə bütün cümlə üzvləri eyni anda mövcud ola bilər. Bəli, müəyyən şəxsli cümlə nədir ümumiyyətlə? Mübtədası olan, olmasa da bərpa olunan cümlələrdir də. Yəni burada əlbəttə ki, hamısı istifadə oluna bilər eyni anda. Ona görə də B gedəcək 1-ə. C-yə baxaq. Qeyri-müəyyən şəxsli cümlələrdə ən çox 4 fərqli cümlə üzvü ola bilər. Bəli, bu da tamamilə doğrudur. Çünki qeyri-müəyyən şəxsli cümlə nədir? Mübtədası olmayan cümlələrdir. Yəni burada təbii ki, 4 fərqli cümlə üzvü ola bilər. Yəni orada mübtədadan başqa geridə qalan 4 dənə hamısı ola bilər. Ona görə də C də doğrudur. 1-ə B, C. Sonra D-yə baxaq. Ümumi şəxsli cümlələrin xəbəri bütün şəxslərdə ola bilər. Xeyr. Ümumi şəxsli cümlənin xəbəri 3-ün cəmi ya da 2-nin təki ola bilər. Ona görə bu da yanlış fikirdir. Yəni D də gedəcək 2. Yəni 1BC, 2AD. Bugünlük bu qədər. Videonu bura qədər izlədiyiniz üçün çox sağ olun. Videonu bəyəndinizsə dostlarınızla paylaşmağı və bəyənməyi unutmayın. Hələlik.